Ləzzətli, yığmışıq qəşəng. Çayımız, zadımız da özümüzə gidirik. Kamp amma içəridə kampdır da, yəni bu. Rasxodsuz kamp. Yəni sonra deyirlər kamp eləmədiniz, bax kamp. Böyleyimi bıraktım Pradonun altına. Necə deyərlər, şad və xoşbəxt olaraq oyanmışıq səhəri. Super. Səhər yeməyimizə yedik, inşallah Qəbələyə birbaşa sürürük. Ağsu Pərvanı ilə biraz artıq sürəcəyik, amma inşallah xeyirlisi də rəhm olur. Orada da inşallah bizi qarşılayan qardaşlarımız olacaq. Xeyirlisi. İnşallah qardaşlarımızla səhər yeməyinə durmuşuq. Şamaxıda. Belə. Uşaq səhər-səhəri. Nuş olsun, qardaşlar. Heç nə düşmür ha. Gətirdiklərimizdən yeyirik. Bunun da ikinci səhvədir. Qoğalımız, adımız, hər şey. Hə, Yaşar, nuş olsun. Tutarsa. Nəfər gedir. Lala. İstirahət elədik ya, qardaşlar. Necə idi hər şey? Əlaydı. Bəli, laf gözəl. İstirahət elə bildik, ləzzət elədi, bizə hörmət elədilər, sağ olsunlar. Yəni belə bir ərazisi, belə bir gözəllik ilə dolu yer. Əlaydı hər şey. Enerjimizi yığdıq, inşallah Qəbələyə də olur. Allahın izni ilə. Bir yerin cənnət olduğunu, gözəl yer olduğunu bilmək istəyirsənsə, bulaq sularından başla, dağ sularından başla. Şamaxı həmən o yerlərdən biridir ki, bizim demək olar yol boyu bulaq su içdiyimiz yerdir. Maşallah, hə Sami? Cənnət yerlərdə həmişə su olar deyirlər. Həqiqətən Şamaxı elə bir gözəl yerdir, biz o bulaq suyundan yararlanırıq. Belə deyək. Bəhqətdə, çox gözəl. Mədrəsə. Amma ora getmirik də. Dönürük. Bu tərəfə. Qəşəng. Buranı tərk edirik. Ehtiyatlı olun yoldan. Yerikənd Şamaxının kəndlərindən biridir. İnşallah İsmailli Qəbələ Yerikəndindən çıxdıq. Səhər saat hələ ki 7-dir. Artıq 8-ə işləyir. Gözəl yer, gözəl mənzərə. Super. Gözəlliklərlə dolu. Şamaxı. Dəqiq orada İsmailli Qəbələ. Dönək soruşaq da içsinə. Bayaqları gördünüz, yol bağlıydı. Orada remont işlər gedib, bizə buraxmadılar. İndi məcbur biz Ağsu tərəfdən gedəcəyik. Məcbur, neynəməliyik? Başqa yol yoxdur. Yəni, yolumuz 50 kilometr uzanacaq. Paydonlar çox olacaq. Ağsuya artıq sol tərəfə gedəcəyik. Qəşəng mənzərələr görə Ağsuyun da, Ağsu rayonu planda yox idi. Oyda, yəni belə bir şey yoxdur da.
Artıq Şamaxını çıxırıq. Devam edirik. Ağsu rayonuna gəldik. Qardaşlarımızla 152 kilometr. Qardaşım, mən bir dənə kömək elə də, zəhmət olmasa. Tırbaşmışam, bura düşə bilmirəm. Qurban olaram Samir. Mənim zəhmətkeş qardaşım. O toyxanalarda olur, mənim zəhmətkeş qardaşım. Bir dənə muğamat gedir. Hələ görənmirəm. Böyle tutarım. Böyle arkadaşlar yığıb yüksürüm. Sağ ol qardaşım, Allah razı olsun. Yaşa şəki çəkdirir. Məndə ümumi evdən bura 178 km. Maşallah. Bilgətdən gəlir qardaşımız. Bilgətdən bura Əhsən. Əhsən, həqiqətən. Telefon'a bak. Qəşəng. Perival var. Perival da var qabaqda. Samir, Ağsu Perivalı başlayacaq həqiqətən. 15 kilometrdir. Ondan sonra Qara Məryəmə gidiyor Allah izniyle. Sən nəyə yazırsan? İnşallah. Məndə səhv gedir. Məqsəd olanda çatırsan, istək olanda çatırsan. Burada Ağsudur. Qabaqda da inansız o plakat var orada görürsünüz. O da var Şamaxıdır. O Şamaxıdır orada plakat. Oranı, yəni oradan üzə çıxırıq. Da Şamaxıdan çıxdıq. Ağsuya girdik. Yəni gözəl. Həqiqətən əla. İndi qabağa gələcəyik hələ. Yüklərimizlə, yüklərə baxın. Kamp turu eləyirik ya. Məqsədimiz kamp turları, gözəllikləri göstərmək, sizlərlə gözəllikləri paylaşmaq. Hələ qabaqda gözəlliklər var, çətinliklər var. Hər şeyi rahat şəkildə paylaşacağıq inşallah, Allahın izni ilə. Baxıb zövq alacaqsınız. Yəni biz belə bir xoşbəxtlikdən haqqında çox danışmaq olar. Mən çox danışmaq istəyirəm. Təbii ki, vaxt baxımından bu azdır. Yəni mənzərələr çoxdur, getdiyimiz mənzərələr gözəldir, çoxdur. Lirik olsun, yardımlı olsun. Amma bugün biz Ağsunu göstəririk sizə. Yəni hər rayonun, Azərbaycanın qarış-qarış torpaqlarını gəzirik. Azərbaycanın qarış-qarış torpaqlarının gözəl yerlərini göstərməyə çalışırıq. Xoşbəxtlik olan yerlərini göstəririk. Məsələn, xoşbəxtliyin biri, görürsünüz, buludun sanki dağ üzərinə yerləşmiş formasını göstərir ki, görün nə gözəldir. Yəni bunun özü mənzərədir, bunun özü gözəlliyidir. Biz Bakıda belə bir şey görə bilmərik də, yəni bilirsiniz. Yəni siz o dağların yamacına baxın, siz o dağların gözəlliyinə baxın. Buludların necə, əhəmdülillah, həqiqətən Allahın möcüzəsi. Yaşar, necə gözəl yerdə. Əla, super. Mənzərəni görsən. Möhtəşəm mənzərələr çəkmişəmdir. Amma külək də başladı. İnşallah ki, külək bizə. Amma külək arxadan da deyim biləsən. Bax, ağaca bax. Ağaca bax, şahara. Arxadan olur ha, çox. Görsən, de. Görsən necə əsir, arxadandır. Yəni bunun da öz gözəlliyi var. Samir qardaşım, Çok güzel. bəyəndin buraları. Gəlməli. Mən özelliği var budur ki, hər şey göre gəzə-gəzə hiss edirsən. Yaxşısan təbii. İndi biz çox turlu olmuşuq da. Buludun elə formasını görmüşdün heç. Demək olar. Görsən elə bir ki, sanki dağın üstünə qoyublar bax belə. Necə gözəldir. Həqiqətən. Həz və həz. Perivallardan düşə-düşə gəldik. Ağır, həqiqətən bu üzü aşağı ancaq düşmüşük də. Yola düşürük təzdən inşallah aşağı gedək olar. Yenə də canlını bağlamıram da. Bəh. Mənzərə deyə mənzərə. Salam, nətərsiniz? Mənzərə deyə mənzərə. Salam olsun Ağsu şəhərində yaşayan hər kəsə. Möhtəşəm. Nə oldu Samir yenə? Ağsu şəhərinə daxil olduq.
Şükürler olsun. Salam aleyküm. Necə çəksək olar? Allah sizləri qorusun. İlk dəfədir gəlirik bura. Allah razı olsun. Sağ olsun Aksu'da. Faydam yoxdur. Bu İsmailliyə Qəbələ gedirik inşallah. Aksu'nun içərisindəyik. Mərkəzində, qurğunda, nə bilim, belə yerdə. Belə qardaşlarımızla oturmuşuq. Yaxın deyə siyasət Çörəyimiz, pendirimiz, çayımız. Qoymuşuq qaynamağa. Qoymuşuq qaynamağa. Və burada da velosipedimiz tam. İndi biz hal-hazırda İsmayıllı yolundayıq. Belə mənzərəli yerə gəldik, dayandıq. Çay keyf edirik, çay istirahət edirik qardaşlarımızla. Çay keyfi, yəni 55 kilometr velosiped sürmüşük. İndi hal-hazırda 175 kilometrdir velosiped sürürük. Biz Şamaxıdan çıxdıq, Bakıdan gəldik Şamaxıya qədər 130 kilometr. Şamaxıdan da bu yola qədər gəldik, İsmayıllı yoluna qədər 175 kilometr gəldi və 55 kilometr velosiped sürdüyümüzə yəni dəyər də. Çünki 55 kilometr Şamaxıdan bura indi qalmışıq kamp eləməyə. Mən sizə belə bir şey deyərəm ki, görürsünüz həyatdan zövq almaq lazımdır, sevinmək lazımdır, xoşbəxt olmaq lazımdır, gəzmək lazımdır. Velosipedlə bunun daha ləzzəti olur. Velosipedlə ləzzətini dadmaq üçün təbii ki, təkcə kamp yetərli deyil. Hər yerdə kamp eləmək olar. Dəniz qırağında da kamp edirsən, maşınla da kamp edirsən. Amma velosipedlə kamp eləmək, insanın qan dövrəni işləyir, insanın bütün bədən sistemi işləyir, insan daim xoşbəxt olur. Yəni bu xoşbəxtçilik insana yetərlidir. Belə dağlarda, belə mənzərəli yerlərdə. Bəli, görürsünüz quşların cəhcəhi. Biz artıq 178 kilometrdən sonra İsmayıllı rayonuna artıq daxil oluruq. Aksunu tamamladıq, İsmayıllı rayonuna gəldik, kampımızı elədik, istirahətimizi elədik. Çətinlik təbii ki olur, çətinliksiz bir şey olmur. Perivallar, təhlükə, hər şey oldu. Amma şükür bacardıq, yolumuz Qəbələdir. Təbii ki həyatda heç nəyi mən bacarmıram deyə belə bir şey yoxdur. Bacara bilərsiniz. Sadəcə iradə gücü və istəyiniz olmalıdır. İnşallah ki biz onu da belə qardaşlarla təbii ki bacardıq. İsmayıllı rayonunda olsun. Bu artıq mənim oldu 42-ci rayon. Şükür Allaha. İsmayıllı rayonuna girdik, amma kəndlərindən falan mərkəzinə girə bilmədik. Girə bilmədik. Yollar bağlı təbii ki, qoymadılar. İnşallah Qara Məryəmdən də üz Qəbələyə dönəcəyik Allahın izni ilə. Biz izi gözəl olacaq. Və Yaşar qardaşıma verirəm. Yorulmamışam, maşallah yaxşıdır. Prosta külək, üzü küləyidir inşallah. Öhdəsindən, bazarından gələcək inşallah üzü Qəbələyə. Allahın köməyi ilə. Neydi gönül? İnşallah salamlayıram yenə İsmailli cəmaatini. Rayonlarda yaxşı qarşılayırlar, sağ olsunlar. İnşallah davamlı şəkildə olacaq. Yolumuz Qəbələ inşallah. Hamıya uğurlar, bizə də inşallah. Tutaq ki, yanında yaxın qardaşlar olduqca salam. Allah canı sağ eləsin. Yaxın qardaşlar olduqca güvənli olursan, özünü güvənli hiss edirsən, motivasiyalı hiss edirsən. Amma tək olan təbii ki adam biraz sıxılar. Allah canlarını sağ eləsin, yaxşı ki varlar. Hayırlı rayon.
Mənzərələrə baxın, nə gözəldir. Həqiqətən çox qəşəngdir, çox. Qarabəyli kəndindəyik. Güzel, güzel, smile'lı. İsmayılı rayonu. Bu ikinci plakatdır. Gördüğünüz kimi. Məncə mənzərəli və gözəl yerlər bundan sonra başlayır. Belə gözəl qoyun quzu. Otlayır. Acı üstümü danışdırıqı var. Harada görmüşük ya. Kəndlərdə belə görürük. Bəli, Göyçay rayonuna gəldik. 195 kilometrdən sonra. Əziz qardaşlarla təbii ki, Samir qardaşımız Göyçaydandır. Onun rayonuna gəldik. Göyçaylılara eşq olsun. Salam olsun Göyçaylılara. Yaşar qardaşımız da. Və çox üzüklək, dəhşət. Yəni söz tapa bilmirəm də. Yəni külək var, yüzü külək gedir. Amma 5 kilometrdən sonra artıq küləyin istiqaməti dəyişəcək və biz rahat gedəcəyik Allahın izni ilə. Yəni hətta ola bilər ki, külək arxamızdan fırsa daha rahat gedək. İnşallah yolumuz burada da İsmayıllı plakatını görürsünüz də yəqin ki. İsmayıllı plakatından yəni İsmayıllı rayonundan çıxıb Qəbələyə gedəcəyik Allahın izni ilə. Hələ 75 kilometrimiz qalıb. Səbirlə, təmkinlə axşam saat 4-ə 5-ə qədər yəqin çatarıq da görək. Xeyirlisi inşallah. Yolumuz Qəbələyə. Abunə olun bizlərə, dəstək olun. İnşallah dəyər verin. İnşallah möhtəşəm turlarımız öndədir. Qarabağ turumuz, Quba Qusar turumuz. İnşallah xeyirlisi.